Azərbaycan Təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci il dönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədi ilə 1919-cu ilin martın 28-də Kəşfiyyat və Əks-Kəşfiyyat bölməsinin yaradılmasından götürür. Həmin tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin baş qərargahı nəzdində Kəşfiyyat və Əks-Kəşfiyyat bölməsi yaradılıb. Sovet dövründə qurum əvvəlcə fövqəladə komissiya, sonra Dövlət Siyasi İdarəsi adlanıb. Bir müddət Daxili İşlər Xalq Komissarlığı tərkibində fəaliyyət göstərib. Daha sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Xüsusi xidmət orqanlarında milli kadrların yüksək vəzifə tutmasına uzun müddət imkan verilmirdi. Bu stereotip yalnız Ulu Öndər Heydər Əliyev Azərbaycan Təhlükəsizlik orqanına rəhbər təyin olunduqdan sonra dəyişdi. Gənc yaşlarından yüksək intellekti, təşkilatçılıq və idarəçilik bacarığı, fitri kəşfiyyatçı istedadı ilə böyük nüfuz və etimad qazanan Heydər Əliyev bu mühüm dövlət orqanında milli kadrların sayının artırılmasına, onların irəli çəkilməsinə, eyni zamanda Azərbaycançılıq ruhunun bərqərar edilməsinə nail oldu. Ulu Öndərin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlandı. Ömrünün 25 ilini təhlükəsizlik orqanlarında fəaliyyətə həsr etmiş ümummilli lider Heydər Əliyev o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaradıb. Milliləşdirmə siyasətinin əsasını qoyub və bu məqsədə nail olub. Dövlət təhlükəsizliyi sahəsində ciddi keyfiyyət dəyişikliklərinə nail olunması Prezident İlham Əliyevin də daim diqqət mərkəzindədir. Dövlətimizin başçısı təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşıb, bu məqsədlə əsaslı struktur islahatları aparılıb. Bu islahatlar sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb. Azərbaycan Prezidentinin 2015-ci il 14 dekabr tarixli fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq, onun əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması, xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa, bu fəaliyyəti yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib. Hazırda təhlükəsizlik orqanlarına əməliyyat xidməti fəaliyyətlərini daha səmərəli və peşəkar şəkildə həyata keçirə bilmələri üçün hərtərəfli şərait yaradılır, yeni inzibati binalar tikilərək istifadəyə verilir, maddi-texniki təchizat davamlı təkmilləşdirilir, şəxsi heyətin sosial təminatı gücləndirilir. Qlobal təhdidlərə qarşı birgə fəaliyyətin təşviqi məqsədi ilə 2023-cü ildə təsis olunmuş və ardıcıl olaraq hər il təşkil edilən Bakı Təhlükəsizlik Forumu beynəlxalq təhlükəsizliyin qorunub saxlanılmasında mühüm rolu olan müxtəlif dövlətlərin kəşfiyyat və təhlükəsizlik orqanlarını vahid platformada cəmləşdirməklə yanaşı, bu təsisatlar arasında konstruktiv dialoq, qarşılıqlı anlayış və faydalı əməkdaşlıq məkanına çevrilib. Prezident İlham Əliyevin daim xüsusi nəzarətdə saxladığı itkin vətəndaşlarımızın taleyinin aydınlaşdırılması məsələsi ilə əlaqədar müntəzəm olaraq hər il Bakı şəhərində Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə itkin düşmüş şəxslər mövzusunda beynəlxalq konfrans təşkil edilir. Bu tədbirin keçirilməsi itkin düşmüş şəxslər probleminin həlli istiqamətində səylərin birləşdirilməsində və əməkdaşlığın genişləndirilməsində vacib rol oynayır. Bugün peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən Azərbaycan Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarının əməkdaşları fəaliyyətlərini müasir çağırışlara uyğun şəkildə quraraq, xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyurlar. Eləcə də milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə, cinayətkarlığa qarşı mübarizədə vətənpərvərlik nümunələri göstərirlər.
Əminliklə demək olar ki, xalqımızın milli maraqlarına yönələn bütün təhdid və təxribatların qarşısı Prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə təhlükəsizlik orqanlarının şəxsi heyəti tərəfindən qətiyyətlə alınır və bundan sonra da alınacaq. Ölkəmizdə davamlı sabitlik və əminamanlıq təmin ediləcək. Bu ildə peşə bayramlarını böyük şövqlə qeyd edən Azərbaycanın təhlükəsizlik orqanlarının əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik edir, çətin və şərəfli xidmətlərində yeni uğurlar arzuluyuruq.